Hörmətli izləyicilərimiz, əziz şagirdlərimiz, əziz valideynlərimiz, mən Vüsal Kəlbəcəri, bu günlərim şeir həvəskarı, bu günlərim gözəl ağsaqqal, təqaüddə olan bir müəllimi, gözəl bir insanı sizlərə təqdim etmək istəyirəm. Bəli, həmin insan Hacıqabul rayon Uzulu kəndində, adınız, soyadınız? İbrahimov Adil Əlislamoğlu. Çox gözəl. Adil müəllim, neçə ildir təhsil sahəsində çalışırsınız? 45 il. 45 il təhsil sahəsində canınızı fəda verən müəllimsiniz. Çox gözəl. Allah sizə ömür versin. Şimdi hal-hazırda neçə yaşınızdır? Hal-hazırda 69 olacaq fevralda inşallah. İnşallah. Elə biz yubiləyə gəlmişlər, hörmətli izləyicilərimiz. Gəlmişsiniz, xoş gəlmişsiniz. İnşallah artıq 75, 80, 90 Çox sağ olun. Bahəm hamıya arzulayıram o gözəl ömrü. Çox sağ olun. Müəllim, buradan bugün 2025-ci il 4 noyabr tarixli bizim çəkilişimiz vasitəsilə gələcək nəvə nəticələrinizə nə arzulayırsınız? Gələcək nəvə nəticələr, mən bir dəfə mənə söz verilən bir böyük məclisdə demişəm ki, şagirdlərin hamısı mənim balalarımdır. Yəni, bütün gənc nəslə mən xoşbəxt gələcək, firavan həyat, bol-bol vətən sevgisi, ana-ata sevgisi, təhsil nailiyyətləri, vətənimiz üçün, xalqımız üçün layiqli vətəndaş kimi, gənc kimi böyüməsin, atalarının, analarının, müəllimlərdən onlardan gözlədikləri ümidlərin hamısını doğrultmaq arzulayırıq. Biz də Çağdaş Təhsil komandası olaraq sizə uzun ömür can sağlığı edirik. Arzu edirik ki, inşallah sizin nəvələr də sizin vətənimizin dəyərli vətəndaşı olsun. Təşəkkür edirik, minnətdarımız deyirik, çox sağ olun. Çox sağ olun. Mən də sizə bu gəlmək üzrə, zəhmət üzrə görə, biz veteranları bu cür işıqlandırdığınıza görə, gələcək nəsillərə tanıtdığınıza görə böyük təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Çox sağ olun, dərin təşəkkürlər. Təsəvvür edirik ki, bax, bunlar hər kəs öz demək imzası ilə müəllimə demək kitab hədiyyələr veribdilər. Müəllim şeir həvəskar olduğuna görə, məsələn, Əlövsət Sarıoğludur, sonra məsələn Sarıdaşlı Cığateldir, o cümlədən məsələn Nazilə Səfərlidir. Onu da gətirib bura görüm. Müxtəlif insanlar bu kitabların müəllifləri müəllimə öz şeirlərini belə hədiyyə veribdilər. Razi İlhamdır, qərib adamdır, Azadlığın demək Gireyli bəylərdir. Bəli. Müəllimə öz adımda sağ ol deyək, belə söz əhlidir. İnşallah gələn dəfə sunmalı gətirəndə mən Kəlbəcəri olduğuma görə müəllimdən inşallah səhhətimdə yaxşı problem olmaz. Çox sağ olun, çox sağ olun. Kəlbəcər şairləri də bizim dostlarımızı İlham mənbə, Rəvsat Saldaşı buradan salamlayıram. Bəhmən Vətənoğlu yazıb ki, biraz müdaxilə kimi də olsa yazıb ki, 1000 il bundan sonra gələn nəsillər gəlmişik, getmişik, nə biləcəklər. Yadigar qalmasa onlara bizdən, biz nələr etmişik, nə biləcəklər. Və bizim az-çox etdiklərimizi gələcək nəsillərə yadigar yaşadan, tarixə yazan sizsiniz. Sizə bu işinizdə müvəffəqiyyətlər arzulayıram. Çox sağ olun, minnətdarım, təşəkkür ederim.